Ağarttı saçlarını evlad etkisi ananın, kararttı dünyasını evlad etkisi ananın. Kurban etti torpağını, vətənin evladını. Şagirdlər və hörmətli qonaqlar, bugün biz bura məktəbimizin adını daşıdığı Şəhid Faiq Rızayevin 50 illik yubileyine toplaşmışıq. Bugün burada bir gece göstərdik. O, vətəni uğrunda həyatını qurban verdi, adını tarixə yazdı. Tədbirimizi açıq elan edirik. Azərbaycan Respublikasının dövlət bayrağı gətirilir. Sola dön. Vətənə, düşmənə, döyüşə, Qarabağ, bizimdir. Qarabağ, Azərbaycandır. Yaşasın, Azərbaycan. Yaşasın, Azərbaycan. Yaşasın, Azərbaycan. Azərbaycan, Azərbaycan. Azərbaycan Respublikasının dövlət himni səslənir. Allah rəhmət eləsin. Sola dön. İleri altında. Marş. yıl 13 May mülayim bir yaz günüydü. Rızayevlər ailəsi üçün həyatan yaşanırdı. Axı onların həyatında bugün önemliydi. Ailənin ilk övladı dünyaya göz açırdı. Bugün Ruhsarı ananın aylarca gözlədiyi oğul balası dünyaya gəlirdi. Sevinclə, həyəcanla gözlədikləri Faiq idi. Gələcək əskəri, vətəni uğrunda canından keçən şəhidi. 5-ci sinifdən başlayaraq 150 nömrəli məktəbin Rus bölməsində Faiq təhsilini davam etdirmişdir. Uşaqlıq illərində musiqi ilə fitrə məşğul olurdu.
Hələ uşaqkən idmana çox həvəs göstərirdi. Karateni çox sevirdi. 1992-ci ildə məktəbi bitirən zaman vətənimiz müharibə şəraitində idi. O hər gün onlarla əsgərimiz vətənimiz uğrunda şəhid olurdu. Hər gün bir ana göz yaşı qalırdı və vətən sağ olsun deyirdi. Anası qədər əziz sandığı vətənin təhlükədə olması Faiqi bir anda dinc qoymurdu. Xocalı, Şuşa, Laçın faciələrindən sonra düşmənə nifrətli dağ-dağdan Faiq milli orduya yazıldı. Məktəbi bitirdikdən sonra Faiq ilə may ayında milli orduya yazılaraq hərbi xidmətə getdi. Əvvəlcə daxili qoşunların en sayılı hərbi hissəsində qulluq edən Faiq, sonra Füzuli rayonuna, Horadiz qəsəbəsinə göndərilmişdi. Faiq bazarlı döyüşçü kimi fərqlənirdi, hamının hörmətini qazanırdı. Horadizdə qulluq etərkən bütün vətənpərvər və igid əsgərlərimiz kimi Faiq burada da 6 nəfərlik heyətlə cəsur əsgərlərdən ibarət kəşfiyyat dəstəsi təşkil olunurdu. Bu dəstənin tərkibində Faiq də vardı. Bu kəşfiyyat dəstəsi dəfələrlə düşmən tərəfdən qiymətli məlumatlar əldə etmiş, qulluq etdikləri hərbi hissənin müvəffəqiyyətli döyüşlərində dəfələrlə iştirak etmişdilər. Növbəti kəşfiyyat zamanı dəstə qəfil mühasirəyə düşür. Mühasirədən çıxmağa çalışan dəstə mühasirəyə düşən dəstə döyüşlər mühasirədən çıxmağa çalışır. Bu zaman dəstədən 4 nəfər həlak olur. Qalan 2 nəfər bir gün sonra hərbçilərimiz tərəfindən mühasirədən çıxarılır. Bu 2 nəfərdən biri Faiq idi. Vəziyyətlərin ağır olduğunu nəzərə alaraq yaralıları Bakıya Zabot xəstəxanasına gətirirlər. Lakin burada Faiqi xilas etmək mümkün olmur. Gülün çiçəyi ilə, təzə arzuların istəkləri ilə gəlirdi bu yaz. Lakin Faiqin bu yaz səhərindən xəbəri yox idi. Çünki biraz öncə o əbədiyyətə qovuşmuşdu. Yazın ilk günündə dünyaya göz açan Faiq 1994-cü il 22 mart şəhidlik zirvəsinə ucaldı. Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin 2014-cü il 8 mart tarixli 329-cu nömrəli sərəncamı ilə Rıza Faiq Hüseynavoğlu igidliyə görə medallar təltif olunmuşdu. Tariximizin hər səhifəsində şəhidlərimizin iz var. Onlar yalnız bir ailənin deyil, bütün bir xalqın qəhrəmanıdır. Bugün şəhidlərimizin və fədakarlığını bir daha xatırladıq. Onun göstərdiyi igidlik bizə dərsdir. Vətən uğrunda yaşamaqla ölməklə şəhidimiz ruhları şad olsun. İndi isə sözü veririk məktəbimizin direktoru Pərvanə xanım Səfərovaya. Hörmətli tədbir iştirakçıları, hörmətli Yasamal rayon İcra Hakimiyyətinin başçısının müavini Tələbət xanım və İcra Hakimiyyətinin nümayəndələri, hörmətli şəhid anası və bütün şəhid anaları, hörmətli daxili qoşunların əskərləri, hər birinizi məktəbimizdə görmək bizim üçün çox şaddır və sizin hər birinizi salamlayırım. Bugün burada Faiq Rzayev adına 150 nömrəli məktəbdə əziz vətənimizin qəhrəman övladı, şəhidimiz Faiq Rzayevin 50 illik jubileyinə toplaşmışıq. Bu sadəcə bir yubiley deyil, bu vətənə sədaqətin, qəhrəmanlığın, fədakarlığın anıdır. Faiq Rzayev öz həyatını torpağımızın azadlığı, millətimizin əmin-əmanlığı naminə fəda etdi. Onun adı bu məktəbə verilərkən bizə bir öhdəlik də verildi. Onun adını yaşatmaq, gələcək nəsillərə tanıtmaq və öyrətmək. Məktəbimizin hər bir şagirdi, müəllimi bir adla qürur duyurlar və onun həyat yolu ilə tanış olmalıdırlar. Biz bu məktəbdə təkcə dərs keçmirik, həm də vətənpərvərlik öyrədirik, tariximizi yaşadırıq, şagirdlərimizi şəhidlərimizə tanıdırıq, şəhidlərimizi şagirdlərimizə tanıdırıq. Onları gələcəyə milli ruhlar yetişdirməyə çalışırıq. Əziz şagirdlər, üzünü tutaraq məktəbin şagirdlərinə səslənmək istəyirəm. Unutmayın ki, sizin təhsil aldığınız məktəb bir qəhrəmanın adını daşıyır. Bu həm şərəfdir, həm də məsuliyyətdir. Gələcəkdə
Siz də bu vətənə layiqli övladlar olmağı Faizə kimi dürüst, cəsarətli və məsuliyyətli bir vətəndaş kimi yetişdirilməlisiniz. Bilirik ki, hər tədbirimizdə olduğu kimi bu tədbirimizdə də ən daş yerdə, ən uca yerdə bizim şəhidimizin anası Ruhsarə anadır. Gözəl ana, biz bilirik ki, övladını torpağa tapşıran ananı heç vaxt yarası sağalmır. Hər gün günü-günündən dağlanır, günü-gündən artır. Amma o siz bilə bilərsiniz ki, siz təkcə bir ana deyilsiniz. Siz bir qəhrəmansınız, bir millətin fəxr etdiyi bir oğlun anasısınız. Həqiqətən də bu günlərim sizin evladınızın doğum gününü biz bilirik sizin üçün nə qədər əziz olur. Şəhid analarının bayramı olmur. Amma şəhid analarının günü olur, fərq günü olur. Vallahi balalarının doğum günü. Onlara biz minnətdarıq. Siz bizim başımızın tacısınız ki, bu cür oğlanlar yetişdirmişsiniz. Biz bu günləri azad yaşayırıq. Bütün torpaqlarda yaşayırıq və çox minnətdarıq hər birinizə. Siz, Allah sizə can sağlığı, uzun ömür arzu edirik. Və istəyirik ki, həqiqətən də siz bu günümüzü 50 bundan qabaq nə qədər sizin üçün bugün xoş keçir, xoş niyyətlərlə gözləmişsiniz, xoş hisslərlə gözləmişsiniz. Bugün də o qururla, o hisslə yaşayın. Çünki siz ən uca zirvədəsiniz ana, ən uca. Biz hər birimiz sizin qarşınızda baş əyirik. Hər birimiz sizin can sağlığı arzulayırıq. Kiçik bir ana olmaq münasibəti ilə də istəyirdik ki, siz də təbrik edək və gələn qonaqlarımızda əgər icazə verərsinizsə, tədbirdən sonra, uşaqlarımızın çıxışından sonra öz çıxışlarımızı edib, həm uşaqlarımızın, şagirdlərimizin fayda, şəhidlərimizə, sizə qarşı olan hörmətimizi, izzətimizi göstərmək istəyirik. Siz baxıb Faik haqqında da gözəl sözlərinizlə və bizim onun adını daşıyan məktəb haqqında da sözlərinizlə, fikrimizdən paylaşmamızı istəyərdik. Təşəkkür edirəm hər biriniz. Şagirdlərine verək. Şehit anası, Faik yalnız senin değil, bütün Azerbaycan'ın qəhrəmanıdır. Vətəni üçün canından keçən qəhrəmanı, vətəni üçün hər şeyi
sanki oğlun dünyadan götür. Senin oğlun şehittir. Bak şehitler ölür. Şehitler kalbimizde yaşıyor. Tarihin şanlı sayfalarında yaşıyor. Her gün gurur duyuram. Her gün sevirəm. Ama bugün başka bir his var içimde. Aklı babamın əlbirliğidir. Dokuz hele de toprağın üstündedir. Anam, Her gün babamın sesle işletim. anam. Bu sesleşmeni işte bilmərəm. Siz de işitdiniz, oğlum buradadır. Anam, Hayır, oğlum, canım, senin sesine kurban ana. Sen həqiqətsən, ana şehitler ölür axı. Şehitler yaşıyor. sənin arzuların var. Ali təhsil alacaq. Məktəb bitirəcək. Ana, ben senin hayal etmediğin zirvelere yükselmişim. Meşre dikişine bilmesen de, adımın aşağı meşrede minlerle incik geçir. Ana, 20 il benimle geçirsen de, 30 ilini bütün Azerbaycan halkıyla, bütün milletinle geçirirler. Gürürdür, fəxr eder. Senin babanın ilk ölümünü, bütün analar, bacılar qeyd edir. Gitmə. Dayan. Ana, mən təşkiləyirəm. Mənim öz dostlarım da buradadır. Gülümxar, Səttar, Akif, hardasınız? Biz ölməmişik. Ölümsüzlük zirvəsini uzanmışıq. Başını gürurla dik tutmana. Çünki sən şəhid anasısan. Ana, Faik ve biz, minlərlə şəhid qardaşımız, cismən sizinlə olmasaq da, ruhən hər addımda bütün şəhid analarının yanındayıq. Bugün ruhumuz azadlıq tapır. Çünki uğrunda canımızdan keçdiyimiz vətən torpağı artıq azaddır. Qanımıza boyanan Azərbaycan bayrağı bu torpaqlarda dalgalanır. Biz ölməmişik, yaşayırıq. Salam, şəhid anası. Mən də sənin bir baban. Olmasam da qəhrəman, şad, əlbəcər adam. Sənin oğlun tapşırır, səni mənə yol alır. Məhz onun sayəsində ordumuz zəfər salır. Salam, şəhid atası. Sən necə də qürurlusan. Dağ boyda oğlun gedir, yenə də dik durursan. Ağappaq saçlarından nur saçılır, nur, ata. Hər zaman qürurlu ol, həmişə dik dur ata. Salam şəhid bacısı, dağ gördün, dağ itirdin. Yüzü nurlu birigi, arkada yol itirdin. İndi bütün igidlər qardaşındır ay bacı. Sən şəhid bacısan, yox bu sənə pay bacı. Salam şəhid qardaşı, yaş tutmasın gözünü. Hər an şəhid olmağa, hazır elə özünü. Sənin qardaşı, sonra mənim qardaşım gedər. Sonra sən, sonra mən, sonra bütün igidlər. Salam şəhidin var. Bilirəm, darıxırsan, bir edib gələr deyə pəncərəyə baxırsın. Bilirsən gəlməyəcək, yol yoxdur daha gedir. Şəhid olub igidin, cənnətdir onun yeri. Sənin şəhid övladı, boynunu bükmə yetir. Çünki heç bükülmədir, atanın şux qaməti. Şəhiddir sənin atan, ay ölkəmin çırağı. Şəhidlər diri qalar, şəhidlər ölməz axı. Thank you.
Qonaqlarımız, mən düşünürəm ki, şəhid analarımıza və bizim məktəbin müəllimlərinə, kollektivinə öz ürək sözlərini demək istəyənlər var və bunlardan ilk öncəsi Yasamal rayonu İcra Hakimiyyətinin başçısının müavini Tərəvət xanım Muradova. Əziz şagirdlər, müəllimlər, hərbçilər, hörmətli Pərvanə xanım, xanımlar və cənablar, əziz başımızın tacı olan şəhid analar, Yasamal rayonu İcra Hakimiyyətinin məsul əməkdaşları. Sizin hamınızı Yasamal rayonu İcra Hakimiyyətinin başçısı çox hörmətli Şah Həsənin adından salamlayıram və bugün hamınız rayonumuza xoş gəldiniz deyirəm. Bugün Faik Rızayev'in 50 illik yubileyine yarışmışız. Faik'in 50 illiği bizim zəfərimizin 5 illiği ilə üst-üstə düşdü. Və belə bir möhtəşəm tədbirdə hamınızı görmək doğrudan da xoşdur. Mən üzrü tuturam uşaqlara, bu tədbirdə əziyyəti keçən hər bir kəsə, onların müəllimlərinə, rəhbərlərinə, piyanoda ifa edən musiqi müəlliməsinə çok sağ olun. Biz çok sevinirik ki bu bir adi bir tədbir deyildi. Bu əsl vətən dərsiydi. Və arzu edirəm ki bu vətən dərsindən hər bir məktəbdə olsun. Hər bir məktəb rəhbəri, müəllimlər, şagirdlər bax beləcə tez-tez bu zəfərimizi xatırlasınlar, doya-doya yaşayaq. Çünki sevinci nə qədər paylaşsaq o qədər çoxalır. Rüxsarə ana, Faik'in yeri cənnətdir, bilirsiniz. Onun indi ruhu şazdır. Onun vaxtı ilə ilklər sırasından olub, özündə o qəhrəmanlığı tapıb, hünəri tapıb, o torpaqlara qədəm bastırır. Ağır bir dönəmdə, çətin bir dönəmdə. O günlər, o vaxtlar, onun o qəhrəmancasına döyüşür. Həmin torpaqlarda indi lalələr atır. Çünki torpaq da azaddır, torpaq da şaddır, onların ruhu da dincəlir. Bizə bu günləri yaşadan
Cənab Ali Başkomandan İlham Əliyevə, bütün əskərlərimizə, qəhrəman şəhidlərimizi yetişdirən bütün analara, başımızın tacı olan bütün analara sonsuz minnətdarlığımızı bildiririk. Allah qazilərimizə can sağlığı versin. Tezliklə öz şəfalarına qovuşsunlar və bir daha Allah bizə müharibə göstərməsin. Azərbaycan xalqı həmişə belə xoş güzaran, aydın səma, açıq səma altında. Hələ bizim xoş günlərimiz qarşıdadır. Cənab İlham Əliyevə rəhbərliyi altında hələ gözəl qələbələr bizi gözləyir. Biz əminik buna, inanırıq. Allah xalqımızı, dövlətimizi, dövlətçiliyimizi qorusun. Allah Ali Başkomandanımızı qorusun. Pərvanə xanım, sizə təşəkkürümüzü bildiririk. Belə bir gözəl tədbirə ev sahibliyi etdiyinizə görə. Biz bilirik ki, sizin kontingentinizin də sayı azdır. Digər məktəblər kimi resurslarınız bol deyil. Şagirdlərinizin də sayı azdır. Amma bugün burada bu şagirdlərin gözəl, möhtəşəm çıxışına görə uşaqlar, sizə rayon icra hakimiyyəti adından öz təşəkkürümüzü bildiririk. Sizə də dərslərinizdə uğurlar və arzu edirik ki, hər biriniz vətən sevdalısı olub, vətənin hər bir daşını sevib, xaricə təhsilə oxumağa gedəndə layiqincə Azərbaycanımızı təmsil edəsiniz və qələbəmizdən çoxlu danışasınız. Sağ olun. Gözəl ismi sözlərimiz üçün evlatlarımızı, şagirdlərimizi ruhlandırdığınız üçün mən özümdən bütün kollektivə, şagirdlərimizə öz minnətdarlığımı bildirirəm. Çox sağ olsunlar. Zaten biz başqa cür ola bilmərik, çünki bizim məktəb Faiq Rızayevin adını daşıyır. Bizim şagirdlər başqa cür ola bilməzdir. Çıxış etmək istəyən qonaqlarımızdan kim çıxış etmək istəyirsə, zəhmət olmasa öz ürək sözlərini demək istəyən kimsə varsa, böyük məmnuniyyətlə qulaq assa dinləyək sizi. Sara xanım və tədbir iştirakçıları, gözəl şagirdlər, məktəbi direktoru, mənim hərki yoldaşlarım, veteranlar, bugün qurluq edənlər, hər bir dövlətlə salamlayıram. Azərbaycan xalqı demək olar ki, 30 mindən biraz da çox şəhid verir. 92, 91-dən, ümumiyyətlə 88-dən başlayan hərəkətlər, 94-də may ayının 15-də ateşkəs olduğuna baxmayaraq, ateşkəsdən sonra da nə qədər dinc əhalimiz, hələ hərbçilərimizi qoyaq bir yana, dinc əhalimizi qırdılar, mənfur qonşular, mənfur düşmənlərimiz. Şəhid anası, sizin mənim bacım kimi, hər bir şəhid anası bizim bacımızdır. Azərbaycan xalqı çox, xüsusən şəhid anaları, qəhrəman, oxunun əskər anaları çox göz yaşlar tökdülər. Allah'tan razı olur ki, daha göz yaşları bizdə sevinç yaşlarına çevrilsin və qəbirstanlıqda Allah rəhmət edəsin. Faiqin qəbri üstündən ürək sözlərimizi dedik. Burada da mən borçluyum, bir neçə söz deyim. Bugün başta icra hikməti, yasalar və icra hikməti olmaqla, başta məktəbi direktörü olmaqla, elə bir gözəl tədbir keçirildi. Hətta mən deyərdim ki, burada çıxış edən bazı körpə balalarımız, istər oğlanlar, istər qızlar, hər birisi Azərbaycanın Mədəniyyət İncəsənət Universitetinin adı ən azı onların elədi ki, böyük nəğdəlidir. İstəyirlər ki, burada nə qədər məşqlər keçir, məşqlər, nə gözəl kompozisiyalar hazırlayıblar. Mən bir daha çıxışının sonunda Allah'tan Azərbaycan xalqına səbir diləyirəm. Ona görə ki, ən azı 30 şəhid verilmişik. Polat Həşimov kimi, Faiq qardaşımız kimi, Faiq balamız kimi, belə 30 mindən çox biz mübarək İbrahimov kimi indi qəhrəmanlar yetişdirmişik, şəhidlər vermişik. Allah tərəfindən rəhmət eləsin. Və bugünkü tədbirimizdə də istər burada kədərlənirik, həm də biraz sevinirik. Sevinirik ona görə ki, bugünkü tədbirdə əziyyət çəkənlər, bu məqsəd mən hiss elədim ki, gözəl bir kollektivdir. Yəqin ki,
şəhid qardaşımızdan burada hər gün başını qaldırıb onun güclü önündən keçəndə, onun adını, familiyasını görən şagird özündə bir güc hiss edəcək, bir məsuliyyət hissi ilə yanaşacaq. İstər dərslərinə, istər də ki, gündəlik ictimai fəaliyyətinə. Arzu edirəm ki, məktəbin kollektivi, müəllimləri başda olmadan bu məktəb həmişə şagirdlərin əməyi üçün, qəhrəmanların əməyi üçün və ali təhsil orqanları hamımızın qapısını açılsın. Sağ olun. Minnətdarım. Teşekkür ederim. Kimse söz buyurun. Söz bilmek istiyor. Salam, hörmətli qonaqlar. Xoş gəlmişsiniz buyurun. Paylaşımla toplaşmışıq. Bəli, bugün bizim Tayyip balamızın 50 yaşı tamam olur. Onun mövzudakı ad günü mübarək olsun. Tayyip igid, qəhrəman bir evlad idi. Bəli, anasının fəxri idi, başının tacı idi. Elə tərbiyə almışdı, vətənpərvər, vətənini sevən, anasını sevən bir evlad idi. Bəli, o vətənin ağır günündə getdi, öz canını şəhidlik zirvəsinə yüksəldi. O vətəninə görə, anasına görə, bacısına görə, xalqımıza görə. Bəli, bu illəri 75-ci ildə, 1975-ci ildə anadan olan evlatlarımızın, şəhidlərimizin 50 yaşı tamam olur. Ruhsaran, mən sizə birinci səbir dözüm artırıram. Sizə mən çox sağ ol deyirəm ki, elə igid, qəhrəman bir evladın anasısınız. Həmişə başınızı uca tutun. Həmişə başınızı təxir edin ki, siz Faik kimi bir evladın anasısınız. Faikin adı gələndə, şəhid adı gələndə hamı ayağa verir, hamı təxir edir ki, bir şəhidin anasına hörmət elədir. Bəli, bu yaxınlarda mən özüm də 1993-cü ildə 18 yaşında Ağdamı Şehirli kəndində şəhid olan Əliyev Elşadın anasıyam. Bəli, bu il mənim də evladımın 50 yaşı tamam oldu. Mən də onun bu 50 yaşını, onun oxuduğu Politexnik Universitetində böyük bir tədbir keçirdi. Hamı da iştirak elədi. Tərvanə müəllimə, bizə nə lazımdır? Biz də analara. Ancaq diqqət, düzdürmü? Mən bugün sizin buradakı bu balalarınızın çıxışına baxdım. Hər il mən buraya sevə-sevə gəlirəm. Çünki sizin doğrudan da kompozisiyalarınız çox gözəl olur. Çox. Mən bu balalara bir ana kimi öz minnətlarımı bildirirəm. Çox sağ olun. Siz o Faik Rızayevin adını belə fəxrlə çəkirsiniz. Onun oxuduğu məktəbdə oxuyursunuz. Siz çox şanslı evlatlarsınız. Allah sizləri qorusun. Allah sizlər. Siz də böyüyün, o balalar kimi orta məktəbi əla qiymətlərlə tutarlanır. Yaxşı bir işlərin başında olun. Həmişə də deyin ki, bəli, biz Faik Rızayev adına 150 nömrəli məktəbi bitirmişik. Görün, igid, qəhrəman bir şəhidimizdir. Bəli, mənlə bu günləri Tərvanə müəllimə bura, mənim həmişə bizim şəhid ailələrinin yanında olan bizim xeyirxah qızlarım gəlir. Raziyə xanım, Arzu xanım, Leyla xanım, mən istəyərdim onları da dəvət edeyim bura. Onlar da bu ürək sözlərini bilsin, çünki onlar daim şəhid ailələrinin yanındadırlar. Xahiş edirəm mənim gözəl balalarım, bir dəqiqə bura gələrdir. Salamlayıram. İki doğruların ruhu qarşısında ehtiramla baş əyirəm. Hər zaman tədbirlərdə çalışırıq ki, İgid oğullarımızın xatirəsini ehtiramla yad edək. Buradan Yasamarların İcra Hakimiyyətinin bütün nümayəndələrini təşəkkür edirəm ki, onu deyirəm ki, ilk öncə mən yazaram, yazdığım kitabların təqdimatına hər zaman Yasamarların İcra Hakimiyyətinin təşəbbüsüyle liderler ederse size kapılar yüzünüze açık olur. Ben buradan eşatlarına ve sizden her birine bir minnettarlığımı bildiririm. Bugün de istiyorum ki Pervane Hanım size öz adımızdan teşekkür ederim. Her zaman vətən sevgisiyle, şahitleri yetiştirdiğimiz için, vətənə olan məhəbbətinizlə, bak bu körpə planlarınızı gələcəyə yetiştirdiğiniz için ben size teşekkür ederim. Vətən sevgisi ilk öncə məktəbdən başlayır.
başlayır. Biz elə orta məktəblərimizdə qələm alanda yazmağı, oxumağı, ana vətəni sevməyi sizlərdən öyrənmişik. Hər zaman sizlərə minnətdarım. Okul yolu direnlikten sayda adından mən sizə təşəkkür edirəm. Hoş gördük. Bütün qonaqları salamlayıram. Başqa şəhid ailələri olmaqla, Sərvan xanım, əlbəttə gördüyünüz əmək göz qabağındadır. Vətən sevgisi məktəbdən başlayır. Əziz uşaqlar, mən bugün sizin tariximizə bir öz tarixlərini almaq istəyirəm. Mənim partiya yoldaşım 11 il bir partiyada əyləşdiyimiz Əliyev İrşad Ağdam rayonu Şəhərli uğrunda gedən döyüşlərdən 1993-cü ildə qəhrəmancasına şəhadətə qovuşdu. Baxın, amma bugün bizim 50 yaşımız var. Biz o illerin uşaqları müharibənin şahidləri olmuşuq. Amma vətən sevgisi bizə 20 yanvar bölgələrdə, Sumqayıt şəhərində, Bakı şəhərində şəhadətə qovuşdu. O onlar ki, vətən məni çağırıb deyə silaha sarıldı və vətən torpaqlarını işğal etməsinlər deyə şirin canlarını həda etdilər. Amma bugün Elşadların, ilhamların, faiqlərin qisasını 44 günlük vətən müharibəsinin qəhrəman oğulları aldılar. Onlar qisası qiyamətə qoymadılar. Əlbəttə, mən gənclərə arzu edirəm ki, vətənpərvərliklərini hər zaman qorusunlar və şəhidlərimizi yaşayıb yaşasınlar. Deyəndə ki, hansı məktəbə bitirmişsən, əlbəttə ki, 150 sayılı demirlər. Artıq şəhidin adını deyib o məktəbi xatırladırlar. Bunun özü böyük bir qürurdur. Bizim duruq yerimiz məhz o şəhidlərimizdir ki, hər zaman onların adını çəkməkdən qürur duyuruq, fəxr edirik. Bugün biz Ruxsarə xanım, sizin oğlunuz Faiqin oxuduğu məktəbdəyik. Əlbəttə ki, kollektiv çox sağ olsunlar ki, belə bir kompozisiyalar hazırlayıb, təqdim etdilər. Onların nə qədər ürəkli, nə qədər vətən dolu olduqlarının şahidi oldu. Biz sizə təşəkkür edirik Fərmanə xanım. Ruxsarə xanım, sizi burada etmək istəyirik. Bugün 50 illik yubileyinə toplaşdığımız Faiq, əzizimiz, dəyərlimiz, hiç zaman unudulmayan şəhidimiz sizin qollarınızın arasında olur. Sizin sinənizdə böyüyüb oğul və qəhrəman olur. Biz sizi təbrik etdik. Faiqin cənnətdən göndərdiyi kiçik bir hədiyyəni sizə vermək istəyirik. Çünki həyatda 50 yaş dövrün elə gözəl anlarıdır ki, onun herkes ister ki yaşasın. Ne yazık ki bugün aramızda olmasalar da ruhlar bizimlerdir. Ruhları şahattır ki onlar bu cür təbkiratla yad olurlar. Bilərdim ki eğer bir qəhrəman iller önce tek ailesi tarafından tanınırsa ama bugün bütün Azerbaycan tanıyor onları, yad eder, hatırladır. Yaşadı ve yaşadacak. Baxın, yetişən o gençliği sayəsində mən sizi təbrik edirəm. Ona görə ki, sizin oğlunuz bir qəhrəmandır və onun məkanı cənnətdir. Təşəkkür edirik ki, təşkil etdilər, sağ olsunlar rəhbərliyə təşəkkür etmək istəyirik. Deyərdim ki, hər kəs bugün Faiqi deyil, bura gəlir. Bugün Faiqin ən gözəl bir günüdür. Gününüz mübarək deyirəm. Sağ olun. Ben de bunun için tercih iştirakçıları tamamlayarak burada şehir anaları var, şehir analarının karşısında da şehirler, onların karşısında danışmak çok şartlı. Bu noktalarda bulan analara tamamlayarak. Sana ne diyebilirim, çok danışmak istemiyorum. Ben de bu borç olduğundan Rusya'da yaşayan müddetçe üyelik Azerbaycan'la dövdük ve her zaman geldiğinde özüne borç veren şehir analarının
Buradan ziyaret etməyinizə qazilərimizi, burada qazi qardaşlarım oturur, hər birini salamlayıram, hər birisinin qarşısında baş edirəm. Şəhidlər, qazilər bizim başımızın tacıdır. Allah görürsün, sizə də Peyğəmbər təşəkkürümüzü edirəm ki, gözəl belə təşkil edirsiniz, tədbir təşkil edirsiniz. Allah sizə razı olsun, bizim də bir bayraca hədiyyətimiz var. Bəli, Leyla xanım haqqında bir-iki kəlmə demək istəyirəm. Vətənin ucu bucağı bilinir. Vətən sevdalısı olan hər kəs harda olmaqdan asılı olmayaraq vətənini sevir və ona xidmət edir. Leyla xanım Rastov idarəsində yaşayır, 27 ildən artıqdır və hər gəlişində şəhid analarını ziyarət edir, məzarlıqları ziyarət edir. Leyla xanımın xidməti inanılmazdır. Leyla xanım bilirsiniz özünüz hal-hazırda gedən Ukrayna müharibəsində şəhid olan bütün Azərbaycanlarımız ki var, onların dəfnində yüksək səviyyədə xidmət göstərir. Onları Bakıya göndərtirə bilir, nəşlərini. Və Leyla xanım o qədər vətənpərvər bir xanımdır ki, onun haqqında çox danışmaq olar. Hər gəlişində də anaları ziyarət edib onlara kiçik də olsa bir hədiyyə verir, hədiyyənin böyük kiçik olmur. Amma anaları simvolik bir hədiyyə ilə mükafatlandırır hər zaman. Çünki hər bir ana başındakı qara yaylığı götürür, Azərbaycanın milli mental dəyərlərinə uyan milli talavayımızı hədiyyə edir.